Herkese Salamlar. yine sadece yubiley buraxılışımızla efirdəyik. 20-ci buraxılışımız bu həftə çox dəyişiklikləriyle yadda qaldı. Belə ki 20-ci buraxılışımızda bizi düz 5 mahnı tərk edib və bu o deməkdir ki 5 yeni mahnımız var. Gəlin ilk olaraq hit paradımızı tərk edən mahnılardan başlayaq. Keçən həftənin 10-cusu olan Nuş olsun bu həftə bizi tərk edir. Sevgimi coştur, nəğmələr qoştur, gəl otur yanımda, mənə belə xoşdur. Nuş olsun, ömrümü yedin nuş olsun, dizlərdən överim xoş olsun, sənə xoş olsun. Nuş olsun, ömrümü yedin nuş olsun, dizlərdən överim xoş olsun, sənə nuş olsun. Eyni zamanda Röya xanımın ifa etdiyi Elə Bilmə mahnısı da bizi tərk edənlərdəndir. Öpsə küləklər yanağından, daçsa yağışlar dodağından, İstəyirəm sən məni xatırlayasan. Elə bilmə bu sevgi yalandır, elə bilmə ki sevmək asandır, yanasan gərək eşqin odundan. Elə tellərinə sarılım ki Bu həftə Zülfiyə xan Babayeva da Öyrəndim Sevməyi mahnısı ilə hit paradımızı tərk edir. Səninlə tamamlanır hər anım, mənim ürəyimdir səninlə bağım. Sən elə bir sual sanki bugünə qədər dinilməyən, nə nəğmələrdə, nə kitablarda deyilməyən. Sən elə bir sual sanki cavabı hələ də bilinməyən, səni sətir. Keçən həftənin üçüncüsü olan Kərim də daxil olduğu həftənin ikinci həftəsində bu qarşıdurmaya dayana bilməyərək bizi tərk edib. Sənə 100 yol göstərdim, indi yolu özün aydınlat, məni sevincdən ağlat, bu nə qəribə həvəsdir. Toyun mübarək qızım, ağlayan gözlərimdə sadəcə qürur var. Ay ömrümün şah əsəri, atalar məhz bugün əsil xoşbəxt olurlar. Son olaraqsa bizi tərk edən bu həftə Roza xanımın ifa etdiyi Одинокая mahnısıdır. И так отчаянно ты веришь в то, что чувства не случайные. Но почему, скажи, снова печально ты не понимаешь, как к нему остыть? Снова молчание, любовь давно в режиме ожидания. Летит в окно колечко обручальное, и вместе с ним совместные мечты. Keçid alaq hit paradımıza. Bu həftə 10-cu pilləyə daxil olan ifaçı Səs Azərbaycan yarışmasının iştirakçısı Şəhanədir. Onun yeni Qara Qız mahnısı ilk həftə üçün 132.465 baxış toplayıb. Göl çamada ötür turaç, süp açılır gülür yamaç, başındaki örpeyi aç, saçlarını yandara kız, ay kaşı gözü kara kız, kara kız. Ay kaşı gözü kara kız, kara kız. Ay nurunu salırken de biz eyvanda görüşende, toyumuzdan söz düşende hey. Ay nurunu salırken de biz eyvanda görüşende. Uzun müddətdir səhnələrdə görünməyən xalq artisti Mir Yusif yeni İstanbul mahnısını təqdim edib. Bu mahnıda ilk həftəsi üçün düz 239.698 baxış toplayıb və hit paradımızda birbaşa 9-cu pilləyə daxil olub. Ruhum buradalar, geceleyin yağmur yağar, adını yazıyorum ama siliyor İstanbul. Olmuyor bayramlar kutlu, bakıyorum herkes gayet mutlu, sensiz halime gülüyor İstanbul. Kendimden ben kaçarken kalbimi geceler. Artıq 3-cü həftədir ki, öz yerini heç kimə verməyən SOS bu həftə 8-cidir. Aygün xanımın bu ifası bu həftə nə az nə çox 281.267 baxış toplayıb. Suallar presse bir yandan, bütün gün stresse bir yandan.
Show biznesde bir yandan SOS Suallar presse bir yandan Bütün gün streste bir yandan Show biznesde bir yandan SOS Best of Aygün albomuna daxil olan Tez Gəl mahnısı haqqında danışmaq istərdik. Bu albomdan hit paradımıza daxil olmağı bacaran ikinci ifa. Dilarə Kazımovanın bu möhtəşəm ifası bu həftə 309.746 baxış toplayaraq 7-ci pilləyə daxil olub. Məndən xəbərsiz necdə ömrümə özün qonaq olmusan Bəlkə özündən xəbərsiz qəlbimdə yuva salmısan Məndən xəbərsiz necdə ömrümə özün qonaq olmusan Bəlkə özündən xəbərsiz qəlbimdə yuva salmısan Gəl, tez gəl, gəl, tez gəl, gəl 20 həftədir bizimlə olan Danış Mənimlə mahnısından söz açmaq istərdik. Hələ də aktuallığını itirməyən bu ifa hit paradımızdadır və bu həftə Kazımcan 328.833 baxış sayı ilə 6-cı pillədədir. Gözlərinə baxdım, nə qədər sərxoş olub baxdım Belə yazılıb baxdım, sənin üçün darıxdım Yenə də danış mənimlə, yenə kəlmə kəlmə qayna qarış danış mənimlə Eybi yox, hərdən küs barış mənimlə Amma qəlbimi dinlə, nə varsa bağlı sənlə Hamısı tanış mənimlə, danış mənimlə Şəkillər də donub qalıb, həmin baxış mənimlə Can ol keçən həftə olduğu kimi bu həftə də 5-cidir. 20-ci həftədir ki, hit paradımızda yer alan bu ifa bu həftə 381.822 baxış toplayıb. Təbriklər Aygün xanım. Günlerin bir günü bir gece yari benim Karşıma çıkarmıştım gece yari Bir defa güldün yayıldı kanıma Dedim ki nece yaraşar yanıma Eşkin ile can ol candan canıma Halım yaman sen ol yanan halıma Bir defa güldün yayıldı kanıma Dedim ki nece Respublikanın xalq artisti Nasbəri Dostaliyeva uzun bir aradan sonra Elvin Nəsirlə ifa etdiyi duetini təqdim edib. Musiqi Qal Sənə Qurban adlanır və bu həftə YouTube-da 419.421 baxış toplayıb və hit paradımızda birbaşa 4-cü pilləyə daxil olub. Burada sənsiz biri var, səndən uzaqlarda qalan Burada sənsiz biri var, eşq oduyla parçalanan Ayrılıq bir yuxudur, bəlkə günəş çıxdı oyan Burada sənsiz biri var, hey bağırır, getmə dayan Gitme uzaklara Kal sene kurban O dilsiz ağırsız Həftənin ən yaxşı yeniliyi və bu həftənin ən dinamik duetini təqdim edirik. Hiss və Ayaz Babayevin ifa etdiyi Deyilənlər mahnısı 493.680 baxış toplayaraq birbaşa 3-cü pilləyə daxil olub. Onda gizlidir görünmez ki yaralar Sadece sabreyle bitsin İçinde her biri içsin Seni yorursa etraftakiler O zaman her şeyi reddele gitsin Mənim üçün deyilənlərdən yoxmu biraz daha yandıran içimi Mənim üçün deyilənlər var itülsün evi yolumuzu keçirik Mənim üçün deyirlər hər dənə yatı bürünüb yıxıların içinə Bu mənim üçün deyil əylənmək oturub zirvədə uğuruma içirəm Son 2 həftədir qeyriləyən Namiq Qasımov yenidən bu həftə 2-ci pilləyə irəliləyib. Bəsim sən hələ də çox aktualdır və hələ də çox sevilir. Belə olmasaydı bu həftə üçün 518.760 baxış toplamazdı. Təbriklər Namiq bəy. Danışım sənin məhəbbətindən Sevgiyə, hisslərə diqqətindən Məni hər anı bəladan, dərddən Qoruyan güclü məhəbbətindən Mənə daha qalan ömürdə bəsimsən, bəsimsən Mənə ən doğma kəsimsən, təkcəsən, bəsimsən Sənə oxunan mahnılarında sözümsən, səsimsən 20 həftədir ki, birinci olan Roza xanım. 20 həftədir ki, istədim. Ən azı hər həftə üçün yarım milyon baxış toplayır. 20 həftədir ki, aktuallığını itirməyən məhz o ifa.
Təbriklər Roza xanım. Siz bu həftədə birincisiniz. Bu həftədə möhtəşəm baxış sayıları ilə. Bu həftəlik baxış sayımız isə 1.042.092-dir. Senden sadece dikkat istedim. İstedim sevilen olum yolunu gözledim. Sevgine ihtiyacım vardı görseydim. Mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim sevilen olum yolunu gözlədim. Bu həftəmizi də belə tamamladıq. Sonda isə bizi izləməyi və kanalımıza üzv olmağı unutmayın. Biz axı hər zaman ən keyfiyyətli musiqiləri təqdim edirik. Hələlik!